Salam uşaqlar, bugün yeni toplu birinci hissədən sadə zamanlar və davam edici zamanlar mövzusunu işləyirik. Yesterday sözü varsa, keçmiş sadə zamandır. Dünən deyiriksə, keçmiş sadə zamandır. Keçmiş zaman invite feili qaydalı feildir və id ilə düzəlmişdir. Have keçmiş deyil, will keçmiş deyil. Has keçmiş deyil, had keçmiş bitmişdir. Bizə isə sadə keçmiş zaman lazımdır. Çünki yesterday sözü var. A few minutes ago var. Ago varsa yenə də bizə keçmiş sadə zaman lazımdır. Keçmiş sadə zaman olmayanları çıxsaq, has hadlə olanlar, has had üstə gəl feil 3-cü formada bu bitmiş zamanlardır. Ente s qəbul edibsə indiki sadə zamandır. İdi olanlar keçmiş sadə zamandır və and ilə bağlanılıb hər iki tərəfi keçmiş sadə zamanda qoyuruq. Ona görə cavab olur 2-də A variantı. Üçüncü testdə baxırıq. Üçüncü testdə if Jane the early bus, she will be. İkinci tərəfə baxırıq, will be var. İkinci tərəf gələcək sadə zamandadırsa, demək, birinci tərəf indiki sadə zamanda olmalıdır. Uzlaşma bu cür olur. Bir tərəf gələcək sadə zamanda olanda, digər tərəf indiki sadə zamanda olur. Dördüncü testə baxırıq. Yesterday var. Bizə keçmiş sadə zaman lazımdır. Keçmiş sadə zamanı biz didlə düzəldirik və did keçmişliyi feillərindən alır deyə cavab olur find. Found olan. Beşinci testə baxırıq. Beşinci testimizdə at the moment var. Hal-hazırda işləyir. Hal-hazırda deyiriksə, bir şey hal-hazırda baş verirsə, at the moment, now olduqda, at present olduqda indiki davam edici zaman, yəni hərəkəti deyirik və edirik. İndiki davam edici zamanı biz to be, yəni əmizar plus ing ilə düzəldirik. 6-cı testdə baxırıq. At the moment var. Yenə də indiki davam edici zamandır. Bu an deyiriksə, burada da indiki davam edici zaman, yəni əmizar üstəgəl, to be üstəgəl ing y variantı. 7-ci suala baxırıq. 7-də bir tərəf will inform gələcək zamandır. Digər tərəf sadə zamandır. Ona görə də dedik bir tərəf gələcək zaman olanda digər tərəfi indiki sadə zamanda götürürük. Cavab olur 7-də D variantı. 8-ə baxırıq. Yenə bir tərəf welcome gələcək sadə zamandır. Digər tərəfi də indiki sadə zamanda götürməliyik. İndiki sadə zaman get plus s. Gets götürürük. 8-də cavab olur D variantı. 9-a baxırıq. Had already met. Yəni bir tərəfdə var indiki bitmiş zaman, daha doğrusu keçmiş bitmiş zaman var bir tərəfdə. Digər tərəfdə də birinci tərəf keçmiş bitmiş olduğuna görə ikinci tərəfi də keçmiş zamanı biz keçmiş zamanla uzlaşdırırıq deyə keçmiş sadə zamanı götürürük. Yəni burada had keçmiş zaman varsa bu tərəfdə də keçmiş zaman olmalıdır. Məsələn, has indikidir, arrives indiki sadədir, has indiki bitmişdir. Digərləri də gələcək zamandır. Ona görə C variantını götürürük. 10-cu suala baxırıq. 10-cu sualda the ship had already landed. Bir tərəfimiz had already landed deyir deyə keçmiş bitmiş zamandır. Biz bir tərəf before'dan əvvəl keçmiş bitmiş zamandırsa, digər tərəfi də keçmiş zamanda götürməliyik. 10-cu testdə cavab olur A variantı. Keçmişlə keçmişi uzlaşdırırıq. Gələcəklə indiki zamanı uzlaşdırırıq. Bir tərəfdə will recognize gələcək sadə zamandır. Digər tərəf indiki sadə zamanda olmalıdır. İndiki sadə zaman Y variantı. C. Bir tərəf gələcək sadə zamandır. Digər tərəfdə indiki sadə zaman olmalıdır. 12-də C. 13-ə baxırıq. İkinci tərəfdə will be demək gələcək sadə zamandır. Birinci tərəf indiki sadə zamanda olmalıdır. Y. 14-də baxırıq. I don't. Don't-dan sonra to olmaz. Ed olmaz. S olmaz. I don't like eating chicken. I likes olmur. She-it-də S qəbul edir. Cavab olur 14-də Y variantı. 15-ə baxırıq. 15-də ikinci tərəfə baxırıq. At the moment hal-hazırda var. Demək, indiki davam edici zaman lazımdır. She olduğu üçün are da olmaz. She are demirik. She is having deyirik. 15-də cavab olur D variantı.
16-ya baxırıq. Where your sister? She breakfast. Sənin bacın hardadır deyir Martin. O səhər yeməyi yeyir. Yəni hal-hazırda səhər yeməyi yeyir. Ona görə cavab olur A variantı. Where is your sister? Bacın hardadır? O hal-hazırda yeməkdədir. Səhər yeməyini yeməkdədir. İndiki davam edici zaman she is having breakfast. 16-da cavab oldu A variantı. Digərlərinə baxırıq. Last week, keçən həftə, keçmiş sadə zamandır. Keçmiş sadə zaman by feilinin keçmişi both olur. 18-ə baxırıq. 18-də her best to improve her English. She, o deyir ki, etdi, ən yaxşı, əlinə gələn ən yaxşısını etdi ki, ingilis dilini inkişaf elətdirsin. She did her best. She did her best. She didn't, don't belə tək başına deyə bilmirik. Keçirik, should do deməsəm deyə bilmirik. Does deyə bilərdik. 19-a baxırıq. 19-da last year yenə keçmiş sadə zamanın zaman sözü var. Ona görə də 19-a cavab olur D variantı. Promise qaydalı feildir, ed qəbul edib. 20-yə baxırıq. Will you do? Bir tərəf gələcək sadə zamandır. Demək, digər tərəfi də indiki sadə zamanda götürməliyik. The weather olduğu üçün is götürürük, are götürmürük. The weather nə bizə desək, it, o deməkdir. It ilə də biz it is deyirik, are demirik. 20-də cavab D variantı. 21-ə baxırıq. Come to my place tomorrow. Sabahdır deyə gələcək zamana aid söz olmalıdır. 21B. 22-yə baxırıq. 22-də I tried not to make a noise. Tried, çalışdım ki, səs eləməyim. Çünki digər otaqda həmin vaxt uşaq yatırdı. Burada artıq keçmiş zamanda çalışdım. Yəni, bura keçmiş zamandırsa, keçmişdirsə, digər boşluqda keçmiş olmalıdır. Keçmiş zamanla biz keçmişi uzlaşdırırıq. Və eyni zamanda da məna olaraq baxsaq, çalışdım ki, səs eləməyim. Çünki digər otaqda uşaq yatırdı. Həmin vaxt uşaq yatmaqda idi. Yəni, o yatmaq hərəkətə davam edirdi. A variantı. 23-ə baxırıq. Next, yəni növbəti il gələcək sadə zaman lazımdır. Next varsa gələcək zamandır. B variantı. 24-ə baxırıq. What are you doing? Hal-hazırda sən nə edirsən? O da deyir ki, indi. İndi deyirsə, indi hərəkətə davam edirəm. Davam edici zaman isə indiki davam edici əmizə plus ing-dir. Was və plus ing keçmiş davam edicidir. Bu isə məndən indini soruşur. Yəni indiki davam edici zamanı soruşur. 25-ə baxıram. Kim telefonu ixtira etmək sözündən bilirəm ki, burada ixtira edib deyir. Keçmişdə ixtira edib. Who invented. Keçmişdə ixtira edib deyə 25-də cavab olur B variantı. 26-ya baxırıq. Kim kəşf edib? Discover kəşf etmək deməkdir. Amerikanı keçmişdə kəşf edib. Və 26-da D olur. Keçmiş aid hadisələr keçmiş sadə zamanda olur. Every Sunday, hər 6-cı gün, hər bazar günü onun valideynləri, James baş çəkir valideynlərinə. Hər bazar günü James baş çəkirsə, bunu təkrarlayır. Təkrarlanan hadisələr olur indiki sadə zamanda. İndiki sadə zaman A-da və D-dədir. Bu olur D variantı. Çünki James he-dir. He ilə isə feil üçüncü şəxsindəkində is qəbul edir. Yəni, təkrarlanan hadisələrlə biz götürürük indiki sadə zamanı. Çünki hər bazar günü James valideynlərinə baş çəkir. Is visiting desə hal-hazırda. Bu düzgün gəlmir. 28-ə baxırıq. 28-də Norman he must be here. Bilir ki, now bilmək, bilir ki, saat 5-də burada olmalıdır. Bilir. Bilir necə deyirik? Knows, bilir. Bunu davam edici zamanda vermirik. Bilir ki, saat 5-də burada olmalıdır. İndiki sadə zamandan istifadə edirik və indiki sadə zamanda da üçüncü şəxsdəkində he sözü ilə feil s qəbul etməlidir. Yəni, now yox, knows deyirik. 29-a baxırıq. Never his promise. Heç vaxt deyir ki, sözünü tutmur da, sözünü saxlamır. Onda ümumi danışırıq. Ümumi danışdıqda olur indiki sadə zaman.
yəni keeps. Çünki üçüncü şəxsin təkində he sözü ilə feil s qəbul edir. Ümumiyyətcə danışdıqda olur indiki sadə zaman. Heç vaxt sözünü tutmur. 30-a baxırıq. 30-da yenə heç vaxt Fred düzünü demir. Ümumi danışırıq burada. Yəni hal-hazırdadan yox, ümumiyyətcə heç vaxt düzünü demir. Ümumi danışdıqda yenə indiki sadə zaman olur və Fred üçüncü şəxsdir deyə, he deyə tel feili s qəbul. Yəni burada he olmasaydı tel götürə bilərdik, amma he olduğu üçün tells deyirik. 31-ci testə baxırıq. Hard yesterday. Yesterday sözü var. Çoxlar keçmiş sadə zaman lazımdır. B variantı. The train slowly gedir astaca və sakitcə də uşaq yatır. Slept, sleep, slept. Yəni keçmiş zamanda verib bu tərəfi. Bu tərəf keçmiş zamanda veribsə, digər tərəfdə keçmiş zamanda olmalı. Keçmiş zamandan keçmiş zamanı uzlaşdırırıq. Ona görə went olur. C variantı. 33-ə baxırıq. Yesterday sözü var. Yesterday sözü varsa keçmiş sadə zamandır. Dünən yazdı. Write feilinin keçmişi olur wrote. Qaydasız feil olduğu üçün kökündən dəyişir. Yesterday he, bu tərəfə baxırıq. Had lost var. Keçmiş bitmiş zaman var burada. Ona görə də keçmiş bitmiş zaman var deyə birinci tərəfdə keçmiş zamanda olmalıdır. Yəni found olacaq burada. 35-ci sualda demək last year keçmiş zaman sözü var deyə keçmiş zamanın sualını biz didlə düzəldirik. Yəni B və C. Ancaq did feilin keçmişliyini almalıdır. Ona görə cavab olur B variantı. 36-ya baxırıq. Yesterday sözü var. Keçmiş zaman sözü var. Keçmiş zaman olan didn't olandı. 36-da B. 37-yə baxırıq. 37-də baxırıq, bir tərəfdə keçmiş zaman var, digər tərəfdə keçmiş zamanda olmalıdır uzlaşma üçün. Ona görə 37-də cavab olur B. 38-ə baxırıq. 2 days ago, keçmiş zaman sözü var 2 gün əvvəl. Keçmiş zaman lazımdır bizə. 38-ə cavab olur C variantı. 39-a baxırıq. Yesterday sözü var, dünən sözü. Keçmiş zaman olmalıdır. Keçmiş sadə zaman B variantındadır. 40-a baxırıq. Didn't feili var. Did feilin keçmişliyini əlindən almalıdır. Məsələn, burada alınmayıb, burada alınmayıb, burada alınmayıb, burada alınmayıb. Ona görə 40-da cavab olur D variantı. 41-ə baxırıq. Yenə did feil var. Did feilin keçmişliyini əlindən almalıdır. Burada alınmayıb, 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 alınmayıb. 41-də də cavab olur B variantı. 40-da D variantı, 41-də B variantı. 42-yə baxırıq. Every morning, hər səhər, bir şeyi hər səhər ediriksə, bu təkrarlanan hadisədir. Təkrarlanan hadisələr olur indiki sadə zamanda. İndiki sadə zaman hansıdır? Burada does həzin esini almayıbdır. Burada did keçmişdir. Do, your friendlə does olmalıdır. Ona görə 42-də cavab olur C variantı. 43-ə baxırıq. 43-də your brother deyir deyə burada do olmaz. Does burada heç həzi əlindən almayıb. Does your brother have dinner at home? Sənin qardaşın evdəmi yeməyini yeyir? Ona görə olur D variantı. Məsələn, did burada hədin əlindən keçmişliyi almayıb. Həzlə belə sual düzəltmirsən. Ona görə 43-də olur D variantı. 44-də baxırıq. 44-də fell off var. Yəni bir tərəf olur keçmiş zamanda, ikinci tərəfdə olmalıdır keçmiş zamanda. Cavab olur E variantı. Bir tərəfə baxırıq were keçmiş zamanda, digər tərəfdə keçmiş zamanda olmalıdır. Cavab olur 45-də C variantı. 46-ya baxırıq. 46-da told keçmiş zamandır. Bir tərəf, digər tərəfdə keçmiş olmalıdır. 46-da cavab olur C variantı. 47-yə baxırıq. Last year var. Keçmiş zamanın, keçmiş sadə zamanın zaman sözü var. Keçmiş sadə zaman Y variantındadır. Bu birisi keçmiş bitmiş zamandır. Had olan. Have, has, had üstə gəl feilin üçüncü forması olduqda bunlar bitmiş zamanlardır. Had olduqda keçmiş bitmiş olur. Have, has olduqda indiki bitmiş olur. Bu sadə zamandır. Bu da gələcək zamandır. 48-ə baxırıq. 48-də now sözü var. Hal-hazırda. Hal-hazırda bir şey baş verirsə bu davam edici zamandır. Davam edici zaman baxırıq. Harda var? Ayıncı olanlar davam edici zamandır. Were playing keçmiş davam edicidir. Biz now deyirik. İndi. Bizə indiki davam edici lazımdır. B variantı. A variantı da keçmiş davam edicidir.
demək 48-də cavab olur B variantı. 49-a baxırıq. Now sözü var. Yenə indiki davam edici zaman D variantındadır. Əmizə üstəgəl ing indiki davam edici zamandır. 50-ci suala baxırıq. Now sözü var. İndiki davam edici lazımdır. 50-də cavab olur D variantı. Əmizə üstəgəl ing. 51-ə baxırıq. Last week keçən həftə var. Keçmiş sadə zaman lazımdır. Uşaqlar burada həm də deyir ki, ev dağıdıldı. Burada həm də keçmiş sadə zaman lazımdır, ancaq məchul növdə. Məchul növdədir deyə, yəni ev dağıdıldı deyirik deyə, keçmiş sadə zaman olanı ümumiyyətcə belə baxsaq, D variantında gələcəkdir görürük. B variantında indikidir, is var, C-də həzdir, indikidir. Bizə qalır keçmiş zaman Y və A. Amma bizə last week'dir deyə keçmiş sadə lazımdır. Məsələn, Y variantı bitmiş zamandır, keçmiş bitmişdir. Bizə ona görə qalır A variantı. Bu nə üçün bu formadadır? Was nə üçün var burada? Məsələn, normalda keçmiş zaman destroyed olardı. Amma burada məchul növ olduqda qarşısında was olur. Ev dağıdıldı. Kim tərəfindən bəlli deyil. Bu məchul növdür. By the storm, by vasitəsilə kim tərəfindən dağıdıldığı verilə də bilər. Amma ümumilikdə bu məchul növdür. Ev dağıdıldı deyilirsə, məchul növdür A variantı. 52-yə baxırıq. Yəni məchul növ olduğu üçün orada was var idi. 52-yə baxırıq. 52-də o adama bax. Now deyir. Hal-hazırda indiki davam edici zaman Y variantındadır. He ilə is olur. Cavab olur Y variantı. 53-ə baxırıq. Deyir qulaq as. Qulaq as. Qulaq as deyirsə yenə indiki davam edici zamandır. Həm də burada now sözü var. The child, uşaq, o sözüdür. O sözündə is singing olur. Are cəmlərləndir. İndiki davam edici zaman. 53-də cavab oldu D variantı. 54-də baxırıq. 54-də some years ago. Ago, əvvəl deyir. Əvvəl deyirsə keçmiş sadə zamandır. Keçmiş sadə zaman D variantındadır. 55-ə baxırıq. Now, indi söz var. İndiki, indi bir şey ediriksə, indiki davam edici zamandır. Friend sözü cəmlədir deyə are planning. Düzdür, ancaq is planning təklərlədir. 56-ya baxırıq. 56-da now sözü var. Yəni indiki davam edici zaman lazımdır. Engineers cəmdədir deyə cavab olur 56-da Y variantı. 57-yə baxırıq. Last month, keçən ay deyir. Keçən ay deyirsə, uşaqlar bu bizə lazımdır. Keçmiş sadə zaman D variantı. 58-ə baxırıq. Now, hal-hazırda. Hal-hazırda deyiriksə, indiki davam edici zaman hərəkət hal-hazırda davam edirik. Cavab olur 58-də B variantı. 59-a baxırıq. Few years ago, keçmiş bir neçə il əvvəl deyiriksə, keçmiş sadə zamandır. Bu da olur B variantı. By feilinin keçmişidir. By, both qaydasız feildir. Now, indi deyiriksə, 60-cı sualda now, indi deyiriksə, hal-hazırda hərəkət davam edir. Hal-hazırda davam edirsə, olur is cleaning, yəni indiki davam edici zaman. 60-da Y variantı olur. 61-ci sual. Now sözü var, indiki davam edici zaman A variantı. 62-ci yesterday sözü var, keçmiş sadə zaman B variantı. Keçmiş sadədir, məsələn, gələcək, Y gələcək, D gələcək, is indiki sadə, C variantı isə indiki bitmiş olur. Ona görə cavab da 62-də olur B variantı. 63-ə baxırıq. Yesterday's party, dünəndən söhbət gedir. Keçmiş sadə zaman. Gələcək, indiki bitmişləri də çıxdıqda hərf üstəgəl feilin 3-cü forması bitmişdir. Cavab olur 63-də D variantı. 64-ə baxırıq. Last night, keçən gecə bir tərəfdə keçmişlərdə keçmiş sadə zaman lazımdır. Kimsə gördü. See feilinin keçmişi lazımdır bizə. O da saw feilidir. 65-ə baxırıq. Yesterday, keçmiş sadə zaman. Keçmiş sadə zaman at set time yesterday, düz istəyirəm. At set time yesterday, dünən bu vaxt nəsə baş verir. Yəni hərəkət davam edir. Dünən bu vaxt deyirsə, hərəkət davam edir. Bu da olur Y variantı. 66-ya baxırıq. 66-da everybody lunch when the door was heard. Bu keçmiş zamandır deyə bir tərəf, digər tərəfdə keçmiş zamanda qoymalıyıq.
bir tərəf keçmiş zamandırsa, digər tərəfdə keçmiş zamanda olmalıdırsa, cavab olur 66-da B variantı. Was gördüksə, were gördüksə keçmiş zamandır. İkinci tərəfdə were gördük, demək birinci tərəfdə keçmiş zamanda olmalıdır. Keçmiş zaman A və Y-dədir. Did keçmişliyi almayıb deyə düzgün cavab 67-də Y variantı. 68-ə baxırıq. Bir tərəfdə were var, digər tərəfdə keçmişdə olmalıdır. Deməli, burada did edi keçmişliyi almayıb deyə 68-də cavab olur B variantı. 69-a baxırıq. Last Sunday. Keçən 6-cı gün. Bu olur keçmiş sadə zaman. Keçmiş sadə zaman hansıdır? Keçmiş sadə zaman. Digərlərini çıxırıq. Was demonstrated var. Were being demonstrated var. İndi biz cümləmizə baxsaq, bizə lazımdır elə bir ki, məchul növ lazımdır. Məchul növ olduqda da dedik ki, qarşısında was olur. Keçmiş sadə zamanın məchulu olduqda. Ona görə cavab olur 69-da. Keçmiş sadə zamanın məchul olduğunu last Sunday-dən bilirik. Last Sunday olunduqda keçmiş sadə zaman olur. Burada isə məchul növdür. Göstərildi, kino göstərildi. Göstərildi demək üçün, məchul növə salmaq üçün keçmiş sadə zamanı qarşısına was qoyuruq. 70-ə baxırıq. 70-də bir tərəfə baxırıq. Bir tərəf əgər gələcək zamandadırsa, digər tərəf olmalıdır indiki zamanda. İndiki zaman olan B variantıdır. 71-ə baxırıq. Bir tərəf gələcək olduqda digər tərəf indiki zaman olur. Cavab olur D variantı. 72-yə baxırıq. Burada biz özümüz hər iki tərəfdəki boşluğu doldurmalıyıq. Hər iki tərəfdəki boşluğu necə doldururuq? Bir tərəfi qoyuruq indiki zamanda, ifli tərəfi, digər tərəfi qoyuruq gələcək zamanda. 1-ə baxırıq, A variantında bir tərəf indiki zamandadır, bir tərəf gələcəkdədir. 2-yə baxırıq, düz deyil, keçmişdir. İndiki ilə keçmiş uzlaşmır, ona görə bu variantları çıxırıq. İndiki ilə biz gələcəyi uzlaşdırırıq, bu uzlaşmalar da düzgün deyil. 73-ə baxırıq, demək, an hour ago, just an hour ago, sadəcə bir saat əvvəl deyir burada. Yəni, keçmiş zamandan danışırıq yenə. Keçmiş zamandan danışırıq. Bizdə 2 dənə keçmiş zaman var. B-də, Y-də. İndi baxmalıyıq ki, bizə məchul lazımdır, yoxsa məlum növ lazımdır. The two parts of the bridge verir. Sonra by very powerful machinery. Sonra da kim tərəfindən verilir, onu verir. Demək, məchul növdür. By ilə kim tərəfindən olduğunu veribdir. Demək, bu məchul növdür. Were raised götürürük. Yəni, məchul növdə olmalıdır. Keçmiş sadə zaman, ancaq məchul növdə. 74-də baxırıq. 74-də yenə hər iki tərəfi özümüz yerləşdirməliyik. Bir tərəfi qoyanda indiki zaman, digər tərəf olmalıdır gələcək zamanda. Bir düzdür. İki tərəfində keçmiş zamanda olması düzdür. Bu cür uzlaşmalar da V-dən sonraya gələcək zamanı qoymuruq. Yəni 1-4 A var. 75-ci suala baxırıq. 75-ci sualda hər iki tərəfin uzlaşması lazımdır. V-dən sonraya biz qoyuruq indiki sadə zaman, digər tərəfi götürürük gələcək zamanda. C variantı düzdür. Will qoymuruq V-dən sonraya, hərfəz qoymuruq. Keçmiş zamanda indiki zamanı uzlaşdırmırıq. 76-ya baxırıq. 76-da V-dən sonraya willləri, həzləri atırıq. Demək, nə baş verdi? When Fiona finished her work, she has gone to see her. Düzgün gəlmədi. Təkrar baxırıq. Təkrar baxırıq. D-ni niyə silmişik ki? Deməli, V-dən sonraya will-i, həzi qoymuruq, will-i qoymuruq. A variantında keçmişlə indiki zamanı uzlaşdırmırıq. Ona görə 76-da cavab olur D variantı. 77-yə baxırıq. 77-də as soon as var. Buradan as soon as var deyə qoya bilərik. Keçmiş zaman və keçmiş zamandan uzlaşdıra bilərik. 77-də C variantı. 78-ə baxırıq. After var. Afterdən sonraya hansını qoya bilərik? C variantındakı uzlaşma 78-də düzdür. Gələcək zaman qoymarıq. Have qoymarıq afterdən sonraya. İndiki zamandan da keçmişi uzlaşdırmarıq. Hurry up deyir. Tələs. Tələs deyirsə, tələs əgər Jack qatarı qaçırsa, qaçıracaq. He arrives in time. Nəysə, vaxtında çatmaqdan söhbət gedir. Qaçıra bilər. Jack will miss that train demirik.
If çünki var. If-dən sonraya willləri buraxmırıq, has-i də qoymuruq. If Jack misses, əgər qatarı buraxsa, qaçırsa, o çatmayacaq vaxtında. Ona görə 79-da cavab olur C variantı. If-dən sonra da willləri, has-ləri atdıq. 80-ə baxırıq. 80-də yenə if var. If var. Uzlaşma götürməliyik. Uzlaşma düzdür Y variantında. İndiki sadə ilə ifli tərəfi qoyuruq indiki sadə zaman, digər tərəf qoyuruq gələcək sadə zaman. 81-ə baxırıq. 81-də ifli tərəf və digər tərəf. Anything happen olmazdı, happens olardı. Will olmaz. Happens olsa digər tərəfdə gələcək sadə zamandadır. 81Y. 82-yə baxırıq. Demək, when-dən sonra var və bir də ön tərəf var. Uzlaşdırmalıyıq. Digər tərəfi will-lə vermirik. Digər tərəfi will-lə, has-lə, had-lə vermirik. Əgər keçmiş zamanda qoyuruqsa, digər tərəfdə keçmiş zaman, birinci tərəfdə when-dən sonra keçmişdə verirsə, onun önünü də keçmişdə verməliyik. Cavab olur B variantı. 83-ə baxırıq. Will-i, have-i, will-i çıxırıq. Əgər uyğunluq gəlmirsə, təkrar baxa bilərik. Ancaq hələ ki, will-i, have-i çıxırıq. Çıxdıqdan sonra qalır A və D variantı. The friends cəmdə də comes olmaz. Ona görə keçmişlə keçmişi uzlaşdırırıq. 84-də baxırıq. 84-də yenə when var. When var. Uzlaşmalıdır. Hər iki tərəfi keçmiş zamanda qoya bilərik. Put burada keçmiş zamandadır. Çünki S qəbul etməyib. S qəbul etsəydi indiki olardı. When-dən sonra da will-i, has-i çıxdıqda burada da uzlaşma yoxdur. Ona görə qalır B variantı. When-dən sonra will-i, has-i çıxaq. İkinci tərəfdə çıxmalıyıq. Bir dəqiqə. Demək, 85-də when-dən sonraya baxırıq. When-dən sonra da will var, çıxırıq. Have var, çıxırıq. Və indi uzlaşmaya baxmalıyıq ki, indiki zamandan gələcək, keçmişlə keçmişi uzlaşdıra bilək. Keçmişlə keçmişi uzlaşdırırıq Y variantında. Digər tərəfdə biri gələcək, biri keçmiş olmur, indiki keçmiş olmur. Ona görə 85-də olur Y variantı. 86-ya baxırıq. As soon as var. Uzlaşmaya baxaq. As soon as-dən sonra will, has qoymasaq, cavab olur 86-da 1, 2, C variantı. 87-yə baxırıq. As soon as var. As soon as-dən sonraya will, has qoymasaq, olur 1, 3. 1, 3 Y variantı 87-də. 88-ə baxırıq. 88-də yenə when var. Will, has qoymasaq. Bir dəqiqə, B-də yox idi. Amma B-də donsuzda uzlaşma boşluq. Has-ləri və will-ləri çıxdıqda A və B qalır. A-da uzlaşma düzdür. B-də keçmiş zamanla indiki zamanı uzlaşdırıb. Bu səhvdir. Ona görə 88-də A. 89-a baxırıq. When var. Has, had-ləri çıxaq, will-ləri çıxaq. Burada keçmişlə indiki zaman uzlaşmır. 89-da olur B variantı. 90-a baxaq. If-dir. Will-ləri ataq. Digər tərəfdə də burada məsələn felt keçmiş zamandır. İndiki keçmiş uzlaşmır. 90-da olur B variantı. 91-ə baxırıq. If-dən sonra will-ləri ataq. Sent olub keçmiş zamanla indiki zaman uzlaşmır. İndiki zamanla keçmiş zaman uzlaşmır. 91-də olur D variantı. 92-yə baxaq. While var burada artıq. While varsa uzlaşmaya baxaq. İndiki ilə demək, digərini uzlaşdırmırıq. Keçmiş zamanı uzlaşdırmırıq. İndiki ilə keçmişi uzlaşdırmırıq. Gələcək keçmişi uzlaşdırmırıq. Deməli, nə qaldı? A variantı ilə Y variantı qaldı. Burada da demək, üçüncü şəxsin təkidir. Demək, Y də çıxır. Cavab olur A variantı. Keçmişlə keçmişi uzlaşdırırıq. Yəni, S qəbul etməyibsə, deməli, keçmiş zamandır. S qəbul etsəydi, indiki zaman olardı. Yəni, keçmiş zamandır deyə bura. İndiki zamandan uzlaşmadı Y-də. 93-ə baxırıq. 93-də indiki keçmişi uzlaşmırıq, uzlaşmayanları çıxırıq. Yenə Tony'dir. S qəbul etsəydi olardı indiki zaman. Demək, keçmişdir bu. Bu keçmiş, bu indiki uzlaşmır. Qalır 93-də A variantı. 94-də baxırıq. 94-də baxaq uzlaşmalara. Keçmiş, indiki uzlaşmır. İndiki keçmiş uzlaşmır. İndiki keçmiş uzlaşmır. Qalır demək, A variantı ilə A variantında da yenə look deyir.
indiki keçmiş uzlaşmır. 94-də qalır C variantı. 95-ə baxırıq. 95-də indiki keçmiş uzlaşmır. Keçmiş indiki uzlaşmır. Keçmiş indiki indiki keçmiş cavab olur 95-də C variantı. 96-ya baxırıq. Yenə uzlaşmır. Uzlaşmır. Bir tərəf indiki zaman qrupudur, bir tərəf keçmiş zaman qrupudur. Uzlaşmır. 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 Cavab olur 96-da Y variantı. 97-yə baxırıq. 97-də baxırıq uzlaşmır. İndiki keçmiş zamana indiki zaman qrupu. İndiki keçmiş zaman qrupu. Uzlaşmır. 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 97-də olur Y variantı. 98-ə baxırıq. 98-də if you uşaqlar 98-də yenə uzlaşmayanları ataq. Uzlaşmayan ifdən sonra willləri ataq. Cavab qalır 98-də C variantı. 99-a baxırıq. Ifdən sonra willləri atdıqda cavab olur 99-da Y variantı. 100-ə baxırıq. While yenə uzlaşmayanları gəlin ataq. Uzlaşmayanları atırıq. Qalır. Sally drops. While'dan sonra will'i atırıq. 100-də olur cavab A variantı. 101-ə baxırıq. Willləri atırıq, həzləri atırıq və Y variantı da uzlaşmır atırıq. Olur D variantı 101-də. 102-yə baxırıq. 102-də nə baş verir? Uzlaşmır, uzlaşmır, uzlaşmır. Bir tərəf indiki, bir tərəf keçmiş olduğu üçün bunların heç birisi uzlaşmır. Ona görə 102-də cavab olur C variantı. 103-ə baxırıq. 103-də uzlaşmır, 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 uzlaşmır. Cavab olur D variantı. Yəni, bir tərəf keçmiş zaman qrupudur, bir tərəf indiki zaman qrupudur, uzlaşmır. 104-ə baxırıq. 104-də while-dan sonra da burada məsələn uzlaşmır. Bir tərəf indiki zaman, indiki davam edicidir, bir tərəf keçmiş olmur. Uzlaşmır, indiki ilə keçmişi uzlaşdırmırıq. Burada B variantı düzdür. Keçmiş davam edici, keçmiş. Keçmiş keçmişlə uzlaşır. Keçmiş bitmişlə indiki bitmiş uzlaşmır. İndiki davam edici ilə keçmiş bitmiş uzlaşmır. Gələcək sadə indiki bitmiş uzlaşmır. Yəni uzlaşmır deyə hamısını silə bilərdik. Digər tərəfə baxırıq. Digər tərəfdə də yenə uzlaşmır, indiki bitmişlə keçmiş. İndiki keçmiş zamanlar uzlaşmır. Uzlaşmır, keçmişlə indiki uzlaşmır. İndiki keçmiş uzlaşmır. Gələcəklə keçmiş uzlaşmır. Cavab olur Y variantı 105-də. 106-ya baxırıq. 106-da görək nə olur. Demək, 106-da uzlaşmır, keçmiş zamanla indiki zaman uzlaşmır. Digəri yenə uzlaşmır, indiki keçmiş uzlaşmır. İndiki zaman və will var burada. Will-dən sonra da qoymuruq. 106-da olur A variantı. 107-yə baxırıq. 107-də when var. When-dən sonra da elə bunları çıxdıqda cavab olur Y variantı. Çünki həfəzləri, will-ləri, would-ları çıxırıq. 108-ə baxırıq. When var. Yenə həfəzləri çıxaq. Digərlərindən də uzlaşmayanları çıxsaq, qalır 1-5, 108-də C variantı. 109-a baxırıq. When-dən sonra gəlin will-ləri çıxaq. Uzlaşmayan varmı? Çıxaq. Cavab demək, üzr istəyirəm. Bir dəqiqə. Aha. 1, 2, 3-də bir tərəf indiki gələcək, keçmiş, keçmiş, indiki, indiki. Düzdür, cavab olur 109-da A variantı. 110-a baxırıq. Uzlaşır, yəni will olanları isə çıxdıq. 110-a baxırıq. 110-da when-dən sonra will-ləri atırıq. Cavab olur 1, 3, 4 C variantı. 111-ə baxırıq. 111-də indiki zamanla keçmiş uzlaşmır. Belə deyək, indiki zaman da deyək, bu ümumiyyətcə səhvdir, nə esi yoxdur, nə edi yoxdur. Digərinə baxırıq. Keçmişlə keçmiş uzlaşır. Gələcək gələcəkdir. İndiki gələcəkdir, amma while var deyə olmaz. Yəni 111-də olur C variantı. 112-yə baxırıq. While var, will-i atırıq.
Keçmiş zaman sayırıq, çünki S yoxdur. Keçmiş, keçmiş. 112-də A variantı. İndiki S var, keçmişlə uzlaşmır. Keçmiş, indiki yenə uzlaşmır. 112-də A. 113-ə baxırıq. 113-də if-dən sonra da willləri ataq. 113-də oldu D variantı. 114-də baxırıq. 114-də now var. İkinci tərəfdə də demək, uzlaşmaya baxaq əvvəlcə. If-dən sonra willləri ataq. Cavab olur 114-də C variantı. 115-ə baxaq. As soon as həzi bilə ataq. Yəni 3-2-ni çıxaq. Digər tərəfdən də baxaq uzlaşmanın, məsələn, burada pozulubdur. İndiki ilə keçmiş yazılıb. 115-də 1-5 A variantı olur. 116-ya baxırıq. 116-da when-dən sonra will var. Atırıq, has var, atırıq. Yəni 3-ü 5-i ataq. Digərlərinə baxaq. Uzlaşmır, indiki zamandan keçmiş. Cavab olur 116-da D. 117-yə baxırıq. 117-də baxırıq while-dan sonraya və önünü qoymalıyıq. A variantında do you learn while-dan sonra will-i atırıq. Have, were, keçmiş, bu elə bir indiki bura qoysaq. Burada keçmiş, uzlaşmır. Keçmiş, keçmiş, uzlaşır. Keçmiş, indiki uzlaşmır və keçmiş, indiki uzlaşmır. 118-ə baxırıq. 118-də will-i have-a ataq. While-dan sonra da bura olur indiki, keçmiş, uzlaşmır. Keçmiş, keçmiş, uzlaşdı. Keçmiş, bitmiş, indiki uzlaşmadı. 119-a baxırıq. Demək, indiki keçmiş, uzlaşmır. Keçmiş, keçmiş, uzlaşır. Keçmiş, indiki uzlaşmır. Keçmiş, indiki uzlaşmır. Keçmiş, indiki uzlaşmır. Yəni 19 oldu B. 120-yə baxırıq. İndiki keçmiş, uzlaşmır. Keçmiş, indiki uzlaşmır. Keçmiş, indiki uzlaşmır. Keçmiş, indiki uzlaşmır. Cavab olur 120-də B. Keçmiş, keçmiş. Keçmiş sadə və keçmiş davam edici. Ona görə cavab olur B. 121-ə baxırıq. 121-də while var və uzlaşmaya baxaq. Gələcək keçmiş, indiki keçmiş, indiki keçmiş, indiki keçmiş, indiki gələcək. While-dan sonraya gələcək qoymuruq. Cavab olur 121-də C. 122-yə baxırıq. İndiki keçmiş, indiki keçmiş, keçmiş indiki, keçmiş keçmişdir, keçmiş indiki. Cavab olur 122-də D. 123-ə baxırıq. While. Uzlaşma ilə çıxardaq əvvəlcə. İndiki, keçmiş, uzlaşmır. Keçmiş, indiki, uzlaşmır. Keçmiş, indiki, uzlaşmır. İndiki, keçmiş, uzlaşmır. Cavab qalır A variantı. 124-də baxırıq. 124-də keçmiş və indiki uzlaşmır. Keçmiş və indiki uzlaşmır. İndiki və keçmiş, keçmiş və keçmiş. Demək, qaldıq B. C variantında da indiki keçmişdə uzlaşmır. Cavab olur 124-də B. 125-də demək, have-lə, indiki ilə keçmiş uzlaşmır. Would, will-lər olmur while-dan sonra. B və D variantlarından D düzdür, ancaq B variantı səhvdir. Nəyə görə? Çünki hərəkət paralel zamanda baş verdikdə, sən orada olanda deyir, hansı oteldə olmusan. Yəni paralel zamanda olur. Bitmiş zamanlıq, keçmiş, bitmiş, keçmişdən öndəkini göstərir. Ona görə bu variant olmur. Yəni keçmiş, bitmiş zaman qoysan buranı. Bu digərindən keçmiş, bitmiş zamandakı hərəkət öncə olur, sonra bu hərəkət olur. Yəni ona görə bunu qoya bilmirik. Paralel olduqda ikisini də keçmiş sadə zamanda qoyuruq. O da 125-də D variantındadır. Yəni hər ikisi paralel olduğuna görə D variantı. 126-ya baxırıq. 126-da keçmiş zamanda bizə də keçmiş lazımdır. C variantı. 127-də uzlaşmaya baxaq. Uzlaşma 1-də qorunub, 2-də qorunub, 3-də qorunmayıb, 4-də əslində sonra will-ləri qoymuruq. Yəni 1-2 E variantı. 128-ə baxırıq. Elə will-ləri, həzləri ataq. 1-2, 128-də C variantı.
129'a baxırıq. 129'da if-dən sonra açsaq bunları, digərində də uzlaşma yoxdur, olur C variantı. 129C, 130'a baxırıq. When-dən sonra will-ləri, hədləri açsaq, burada da uzlaşma yoxdur, ona görə 130 olur C. 131'ə baxırıq. 131'də when-dən sonra will-ləri çıxsaq, həzi də çıxsaq, uzlaşma pozulubdur. Burada da called, I was watching, when Carol called me, mənə zəng vuranda mən televizoru izləməkdəydim. I was watching my favorite show. Sevimli şovumu televizorda izləyirdim. Yəni o mənə zəng vurur, bir hərəkət digər tərəfdən dayandırılır. Yəni keçmiş sadə zamandan keçmiş daim edici zaman. Mən izləməkdəyəm deyə olmalıdır keçmiş daim edici zaman. Digəri də olur keçmiş sadə zaman. 131'də olur Y variantı. 132'yə baxırıq. 132'də yenə when var. When-dən sonra da baxaq görək. Məsələn, shall var. B variantına çıxırıq. Daha sonra uzlaşma pozulub. 132'də olur Y variantı. 133'ə baxırıq. 133'də uzlaşma pozulub. Uzlaşma pozulub. Burada ring olmaz, heç olmasa S olmalıydı. 133'də olur C variantı. 134'ə baxırıq. 134'də uzlaşma pozulub. Burada uzlaşma qorunub. C düzdür. Uzlaşma what has happened? No one knows exactly what. Bunun zaman uyğunluğu düzgün gəlmir. Uzlaşma pozulub. 135'ə baxırıq. 135'də believe, bir tərəf keçmiş, digər tərəf keçmiş olar. Keçmiş gələcək olmur. İndiki keçmiş olmur. İndiki everybody believes, uyğunluq düz gəlmir. Bir tərəf indiki sadə, bir tərəf indiki bitmiş. Zaman olaraq uyğun gəlmir. Bizim deyir ki, ordumuz tezliklə has defeated. O necə ola bilər? Artıq indiki bitmiş zaman qoyasan bura. Bizim ordumuz, hər kəs inanırdı ki, ordumuz tezliklə məğlub edəcək. Bu olar. Amma bu olmaz. İndiki sadə, burada indiki bitmiş olsun. Bizim inancımız hələ gələcəyə dairdir. Ona görə indiki bitmiş qoymuruq burada. Burada da uzlaşma pozulubdur. 135'də A. 136'ya baxırıq. 136'da uzlaşma pozulub. Demək, burada afterdən sonra will atırıq. Uzlaşma pozulub. Yenə uzlaşma pozulub. 136'da olur B variantı. 137'yə baxırıq. 137'də afterdən sonra burada uzlaşma pozulub. Burada will atırıq. Və uzlaşma yenə pozulub. 137'də olur D variantı. 138'ə baxırıq. 138'də at the moment deyir. Ona görə də 2-4 daim edici zamanları götürürük. At the moment dedikdə daim edici zamanlar olur. 139'da with joy in demək, people, insanlar qeyd edir analar gününü sevinçlə bir çox ölkələrdə. Burada uşaqlar ümumi şəkildə deyir ki, ümumi danışır deyə olur indiki sadə zaman. Üçüncü şəxsin təkini disk qəbul edir. Ümumi danışdıqda indiki sadə zaman götürürük. B variantı. 140'a baxırıq. 140'da keçmiş zamandan keçmiş zamanı uzlaşdırmalıyıq. It olduğuna görə was olur. It was raining and we went nowhere. Yağış yağdı, biz də heç yerə getmədik. Məsələn, bu uyğun gəlmir məna olaraq. 141'ə baxırıq. 141'də if-dən sonraya will-ləri qoymuruq, uzlaşmır. Cavab olur C variantı 141'də. 142'yə baxırıq. 142'də close the window, pəncərəni bağla. Uzlaşdırsaq, indiki zaman lazımdır. A variantı. Çünki bu tərəfdə indiki zamandadır. If you ilə iz işlətmirik, ar işlədə bilərik. Ona görə 142'də A. 143'ə baxırıq.
Keçmiş zaman bizə də lazımdır. Keçmiş zaman 143-də A variantındadır. 144-də baxırıq. 144-də hər iki tərəf keçmiş zaman uzlaşır. İndiki və keçmiş, keçmiş, indiki uzlaşmır. Ona görə 144-də oldu Y variantı. 145-ə baxırıq. 145-də while demək uzlaşmır, olur 145-də D. 146-ya baxırıq. Will-i atırıq. Travels, he never, when Paul travels by plane, he never doesn't take, bu nə deməkdir? Ki, inkar olmur. Ona görə uzlaşmır. Çıxırıq. Travels olardı, heç olmasa travel nədir? 146-da olur C variantı. 147-yə baxırıq. 147-də will-i atırıq. Uzlaşmır. Sonra she never take deməzdik. Takes deyərdik, heç olmasa onu da çıxırıq. Demək, burada da never ilə doesn't 2-dən inkar olmur. 147-də olur C variantı. 148-ə baxırıq. 148-də keçmiş zamanda bizə də keçmiş lazımdır. Olur D variantı. 149-a baxırıq. 149-da demək, as soon as-dan sonra will-i atsaq və uzlaşmaya da baxsaq olur 1, 2, B variantı. 150-yə baxırıq. 150-də gələcəklə indiki, keçmişlə keçmiş olur. As soon as-dan sonra will-ləri atırıq. 1, 2, D variantı 150-də. Baxırıq 151-ci testə. 151-də demək, V-dən sonra keçmişdir. Bizə də keçmiş lazımdır. C variantı keçmiş sadə zamandır. 152-yə baxırıq. V-dən sonra keçmişdir. Bizə də keçmiş zaman lazımdır. Olur D variantı 152-də. 153-ə baxırıq. Keçmiş zamandır. Bizə də keçmiş zaman lazımdır. Olur A variantı. Keçmiş sadə zaman. Burada biz while-dan sonraya had qoymuruq deyə yeni məsələm çıxırıq. O da keçmiş zaman qrupudur. 154-ə baxırıq. At that time yesterday. Dünən bu vaxt deyir. Yəni keçmiş davam edici zaman lazımdır. D variantındadır. 155-ə baxırıq. Last month deyir. Keçmiş sadə zaman lazımdır. Keçmiş sadə zamanın olduğu. Həm də burada bizə məchul növ lazımdır. Məchul növ. Suallar soruşuldu. Suallar sözü ilə was qoymuruq. Keçmiş sadə zaman məchulda were asked C variantıdır. 156-ya baxırıq. Keçmişdə qədim dəqiq tarix var. Keçmiş sadə zamandır. Yəni 156-da olur A variantı. 157-yə baxırıq. 157-də goods at custom houses will be examined. Demək, yoxlanılacaq məhsullar. Ona görə 157-də olur C variantı. Hələ yoxlanılacaq. 158 V-dən sonraya baxırıq. İndiki zamandır. Bu birisi tərəfi də qoymalıyıq. Gələcək zamanda B. 159-a baxırıq. Keçmiş zamanda bu birisi tərəf olmalıdır. Keçmiş zamanda I was watching deyirik. Ona görə də 159-da D olur. Yəni Y were watching-dir deyə çıxır. 160-a baxırıq. 160-da don't leave the house. Evi tərk etmək. İndi yağır. İndi yağır hal-hazırda. Ona görə 160-da olur B variantı. Dünən sözü var 161-də. Dünən sözü varsa bizə keçmiş zaman lazımdır. A variantı. 162-də at that time yesterday. Dünən bu vaxt keçmiş davam edici zaman lazımdır. C variantı. 163-ə baxırıq. 163-də və-dən sonradakı will-i atırıq. Uzlaşmır. 163-də olur A variantı. 164-də baxırıq. Keçmiş zamanda digər tərəfdə keçmişdə olmalıdır. 164-də D. 165-ə baxırıq. Next month deyir. Növbəti ay. Gələcək zaman lazımdır. 165-də D. 166-ya baxırıq. 166-da demək, they will send all the goods abroad in summer. Göndərəcəklər. Yayda deyir məhsulları. Yayda xarica göndərəcəklər. Məhsulları yayda xarica göndərəcəklər. Bir düzdür. 3-ü qoysaq sent. They sent. Z ilə həz olmur. 4-ü çıxırıq. Bütün variantlardan qalır D variantı. 167-yə baxırıq. 167-də demək, bu sözdən biz he sheet ilə have götürmürük. 3-ü çıxırıq.
His examinations in June takes olardı bu. Tek başına olmur. Ona görə 167-də də olur ki. 168-ə baxırıq. 168-də uzlaşmaya baxsaq, A variantı until they learn olar, düzdür. Burada uzlaşma yoxdur. Burada uzlaşma yoxdur. When to learn uzlaşma yoxdur. Learns olmazsa ilə. Ona görə 168-də A. 169-a baxırıq. 169-da everyone deyirsə now olmaz. Has olardı. Ona görə C-ni və Y-ni çıxırıq. Və digərlərindən a rich library. It has a rich library. Everyone knows the British museums. Hər kəs deyir ki, tanıyır. Davam edici zamanda verə bilmərik nafiyyəni burada. Yəni ya tanıyır, ya tanımır. Ona görə indiki sadə zamanda verməliyik. Onun zəngin kitabxanası var, onu da davam edici zamanda verə bilmirik. Yəni zəngin kitabxana ya var, ya yoxdur. Ona görə B variantı. 170-ə baxırıq. 170-də if-dən sonra villəri açsaq, A və Y qalır. Orada da uzlaşan Y variantıdır. 171-ə baxırıq. 171-də 19-cu əsrdə telefon ixtira olunub. Məchul növdür. Keçmiş sadə zamanda A variantı. 172-yə baxırıq. 172-də while həzləri ataq gəlin. Digər tərəf keçmişdədir. Ona görə bizə də keçmiş lazımdır. A variantı. 73-ə baxırıq. Keçmiş bizə də lazımdır. Keçmiş zaman keçmiş zamanla keçmiş zamanla uzlaşdırsaq bir buradadır, bir buradadır. Demək, word telling bunu deyə bilmirik burada. Çünki was olur. Ona görə cavab olur 173-də Y. 174-də baxırıq. 174-də demək, nə edirik? Yenə uzlaşdırsaq, if-dən sonra will-i atsaq, uzlaşmır. Bu da uzlaşmır. 174-də qalır B variantı. 175-ə baxırıq. 175-də when-dən sonra həzi və will-i atsaq, digərlərindən məsələn uzlaşmır. Qalır Y variantı. 176-ya baxırıq. 176-da da while-dan sonra gəlin uzlaşmaya baxaq. Uzlaşma cəhətdən meet, walked olmaz. Walk-la olmaz. Uzlaşmır. Keçmişdən indiki yenə D-ni də çıxırıq. Uzlaşmır. 176-da qalır B. 177-yə baxırıq. 177-də indiki bitmişdi. Bu tərəfdə demək, 177-də indiki bitmişdi. Since var uşaqlar. Since olduqda ancaq qaydalar dəyişir. Bura qədər uzlaşmadan danışdıq ki, uzlaşmalıdır. Since olduqda since-in önü olur indiki bitmiş zamanda. Digər tərəf olur keçmiş sadə zamanda. Ona görə 177-də cavab olur C. 178-ə baxırıq. Bir tərəf olur indiki bitmiş zaman. Digər tərəf olur keçmiş sadə zaman. Hansıdır? 178-də cavab olur A variantı. Çünki since olanda uzlaşma pozulmalıdır. 179-a baxırıq. Digər tərəf keçmişdədir. Bu birisi tərəfdə keçmişdə olmalıdır. Keçmiş zaman var A-da, var D-də. Hədd olmur while-dan sonra. Ona görə 179-da D. 180-ə baxırıq. Bu birisi tərəf keçmişdədir. Digər tərəfdə keçmişdə olmalıdır. Ona görə cavab olur A. Hədləri də atırıq while-dan sonraya. 180-də cavab olur A variantı. 181-ə baxırıq. Demək, indiki sadə zaman digər tərəfdə olmalıdır gələcək zaman. 182-də when var. When-dən sonra həzi bili özümüz ataq. Uzlaşmayanları da atsaq. Cavab qalır 182-də A. 183-ə baxaq. 183-də baxaq digər tərəfə də. Yarısı orada qalır. Demək, 183-də Y variantına baxırıq. Uzlaşmır, çıxırıq. D variantı düzdür. İndiki zaman, gələcək zaman uzlaşır. Burada məsələn C variantı da yenə uzlaşmır. Onu da çıxırıq. D variantı düzdür. Ona görə götürdük D variantını. 183-də. Və ondan sonra vili də atırıq. A variantında çıxdıq. İndiki ilə keçmişdə uzlaşmır. Onu da çıxdıq. 184-də baxaq.
184-də deməli, when you, baxaq, when-dən sonra will-ləri ataq. Uzlaşmır, keçmişdən gələcək. Burada da yenə uzlaşmır, qalır Y variantı. 185. When-dən sonra will olanı atırıq, have olanı atırıq. Uzlaşmır, indiki ilə keçmiş. Bu da uzlaşmır. Keçmişdən indiki cavab olur 185-də Y. 186. 186-da burada məsələn uzlaşmır. Burada uzlaşmır, qalır 1-3 A variantı. 187. 187-də if-dən sonra will-ləri atırıq. Bu da uzlaşmayanda qalır Y variantı. 188-də if-dən sonra will-ləri, have-ləri atırıq. Demək, burada da baxaq görək uzlaşmır. Ona görə 188 Y. 189. 189-da 189-da ardıcıl hərəkətlər gedir. Səyahətçilər ortaya çatdılar, taksi tutdular və aeroporta getdilər. Ardıcıl hərəkətlər keçmiş sadə zamanda olur. 190-a baxırıq. If-dən sonra demək, burada uzlaşma harda pozulub? Məsələn, burada pozulub uzlaşma. Burada pozulub keçmişdə indiki zamandır. 190-da cavab olur A. 191-ə baxırıq. 191-də deməli, if-dən sonra will-ləri atırıq və demək, qalır cavab Y variantı 191-də. 192-yə baxırıq. 192-də demək, uzlaşmır, indiki ilə keçmiş, gələcək keçmiş uzlaşmır. Uzlaşmır, qalır B variantı. Until-dən sonra will-ləri də atsaq A-da və C-də B variantı qalır. 193-ə baxırıq. 193-də if-dən sonra will would-ları atırıq və bu uzlaşmır, qalır 193-də D. 194-də baxırıq. If-dən sonra would-ları, will-ləri atsaq, demək, bir tərəf keçmiş, bir tərəf gələcək uzlaşmır, qalır A. 195-ə baxırıq. As soon as var. Demək, will-ə atsaq, burada has-ə atsaq, will-ə atsaq, 1-3 Y variantı. 196. As soon as var. Will-i have-ə atsaq, demək, 1-3-4 B variantı. 196-da 1-3-4, amma Y də var. 1-3-4-ə baxaq, ona yox, 4-ə atmışdıq axı. Demək, 4-ü və 2-ni atdıq. 4-ü və 2-ni 1-3 Y variantı. As soon as-dən sonra will olmur, have olmur deyə 2-ni və 4-ü atdıq. Onları elə siləndə cavabı 196-da Y. 197-yə baxırıq. 197-də last week deyirsə, keçmiş sadə zaman lazımdır. A variantı. 198-də last night deyirsə, yenə keçmiş zaman lazımdır. Keçmiş sadə zaman 198-də. C-də də var, Y-də də var. Amma everybody ilə was olur, were olmur. Ona görə 198-də C. 199-da. Demək, keçmiş zamanda burada keçmiş lazımdır. Bunları çıxırıq. Everyone-dan were olmur. Ona görə 199-da B. 200-ə baxırıq. When-dən sonra will-i çıxaq. Burada uzlaşma yoxdur. Uzlaşma yoxdur. 200-də A. 201-ə baxaq. 201-də when-dən sonra will-ləri çıxaq. When-dən sonra will-ləri çıxaq və demək, burada məsələn uzlaşma yoxdur. Uzlaşma yoxdur. 201-də A. Deməli, 202-ci testə baxırıq. 202-ci testdə as soon as-dən sonra will-i atsaq, burada uzlaşma pozulub. 1-2-5 Y variantı. 203-ə baxırıq. 203-də birinci uzlaşma düzdür, ikinci uzlaşma düzdür. Burada keçmişlə indiki uzlaşmır. Ona görə də 3-ü, 4-ü çıxsaq, cavab olur 1-2 C variantı. 204-də, demək, 203-də cavab olur C. 204-də baxırıq. 204-də deməli 1 uzlaşır, düzdür. 2 keçmiş uzlaşır, düzdür. Keçmiş indiki uzlaşmır, 3-ü çıxırıq. When, wherever will-i atırıq.
və 4-ü də atdıqda qalır 1, 2, 5. 204-də C. 205-ə baxırıq. Yesterday sözü var. Keçmiş zaman 1 və 3-dədir. 205-də D. 206-ya baxırıq. 206-da yesterday var. Keçmiş zaman lazımdır. O da B variantındadır. Burada U ilə boz olmur deyə C-ni çıxırıq. 207-yə baxırıq. 207-də deməli how many of the given transforms and voices correct deyir. Burada neçəsi düzdür. Burada artıq neçəsi düzdürsə demək ona baxmalıyıq. Neçəsi düzdür saymalıyıq. Yəni ki, neçəsi düzdür. The rooms will be repaired quickly. Demək otaqlar tez təmir olunacaq. Yəni burada kim tərəfindən olunacaq bəlli deyil. Ona görə bu məchul növdə olmalı idi. Məchul növdə olanları da götürdükdə 2 dənəsi düzdür. 208-ə baxırıq. 208-də keçmiş zamandır yesterday'yə görə və onun da məchul növüdür deyə Y variantı. 209-a baxırıq. Yesterday var. Bizə də keçmiş sadə zaman lazımdır. O da demək yenə də checked yoxlanıldı deyir. Yəni the articles checked by the editor were published yesterday. Yenə də məchul növ lazımdır, amma keçmiş sadə zamanın ona görə 209-da olur D variantı. Demək 210-a baxırıq. 210-da məsələn birincidə uzlaşma pozulub, C-də pozulub, D-də də pozulub. The glass of window is being broken. They will play while they will olmaz. Ona görə 210-da olur B variantı. 211-ə baxırıq. If-dən sonra da məsələn want olanı atırıq. If-dən sonra want olanı atırıq. 1 və 2-də səhv görmürük. Ona görə də cavab olur. Bir də baxaq. Jeremy will be late for his classes if he doesn't get up. Əgər oyanmasa gecikəcək. Is late for his classes if he doesn't get up. Aha. 1 və 2 düzdür. Burada 4-də məntiq olaraq düz gəlmir. Yəni oyansa niyə geciksin ki? Ona görə səhvdir. Uzlaşma cəhətdən düz olsa da məna olaraq uymur. Ona görə cavab olur 211-də C. 212-yə baxırıq. 212-də how long ago, since when var. Ona görə bir tərəf keçmiş sadə, bir tərəf indiki bitmiş olur. B variantı düzgün cavabdır. 213-ə baxırıq. Yesterday sözü var. Bizə lazımdır keçmiş zaman. Digər tərəfdə way to stay at home. Burada da demək yesterday sözü var deyə keçmiş lazımdır. It was raining deyirik. Yağış yağırdı. We decided. Biz də qərara gəldik. Decide deyə bilmirik. Çünki keçmişdən söhbət gedir. 213-də olur D. 214-də baxsaq. 214-də məsələn burada yesterday, at that time yesterday deyir. Dünən bu vaxt. Yəni bizə lazımdır keçmiş davam edici zaman. Ona görə Y-də uzlaşması yoxdur. Səhvdir. Keçmiş davam edici indiki bitmiş olmur. Ona görə 214-də D. 215-ə baxırıq. Gələcək zaman bu tərəfdə olacaq indiki zaman B variantı. 216-ya baxırıq. 216-da when the phone will demirik burada. Demək uzlaşma olan Y variantı düzdür. Burada uzlaşma pozulub. 217-yə baxırıq. 217-də if-dən sonra will-ləri atırıq. Digər tərəfdə məsələn bu uzlaşmır. 217-də olur B. 218-ə baxırıq. 218-də while-dan sonra bunları atırıq. I use was olmur. Burada uzlaşmır. 218-də olur B. 219-a baxırıq. 219-da he asked Helen to go on with her story. Keçmiş zamandır yəni. Bizə də lazımdır keçmiş zaman. Ona görə D variantı. 220-yə baxırıq. Burada ask fəalindən bilirik ki, keçmiş zamandadır. İdi qəbul edib. 220-yə baxırıq. 220-də bu tərəf keçmişdədir. Bizə də lazımdır keçmiş. O da C variantındadır.
Digərləri keçmiş deyil. Would see when-dən sonraya qoymuruq. 221-ə baxırıq. 221-də had to take keçmiş zamandır yenə də. Keçmiş zaman olan Y variantıdır. Ona görə cavab oldu Y variantı 221-də. 222-yə baxırıq. 222-də when var. When-dən sonra burada atlası yoxdur. Hələ ki uzlaşma cəhətdən baxaq. Uzlaşma cəhətdən when Mary will be still tidying the room when you come. Bir düzdür. İkincidə bu uzlaşmır. Çünki biri indiki olur, biri keçmiş olur. Çıxırıq. Dördüncü yenə düzdür. Qalır 1, 4 C variantı. Demək, nə baş verdi? Bir tərəf oldu, keçmiş davam edici zaman, hələ də deyir, nəsə edirdi. Bax, ikisini də davam edici zamanda götürürük. Biri də 4-dür. Çünki still söz var. Məsələn, burada deyirik ki, hələ də otağı təmizləyirdi sən gələndə. Burada da deyirik ki, otağı will be tidying təmizləyəcək, təmizləməkdə olacaq sən gələndə. Ona görə olur 1, 4 C variantı 222-də. 223-ə baxırıq. 223-də, yəni bəzən mənaya da baxmaq lazımdır. 222-də olduğu kimi mənasına da bəzən baxmaq lazımdır. Mənada davam edici zaman var. 223-də I am cleaning the kitchen before you arrive. It will be clean. Sən gəlməzdən əvvəl təmiz olacaq, düzdür. Yəni mən təmizləyirəm, sən gəlməzdən əvvəl təmiz olacaq deyir. Bunun əlaqəsi yoxdur. Bu indiki zamandır. Gələcək zaman lazımdır yəni bizə. Bu uzlaşma məsələn C-də də eyni qaydada pozulubdur. Bitmiş zamanın mənası bura uyğun gəlməyəcək. Yəni mən hələ indi təmizləyirəm. Necə have arrived olsun, indiki bitmiş olsun. Ona görə onları çıxırıq. It is clean, artıq təmizdir deməkdir, onu da çıxırıq. Yəni qalır 223-də A. 224-də baxırıq. 224-də Nick will inform me if he has. Burada məsələn C, D-də has will'lər olmur if-dən sonra. Və he-də demirik. Ona görə indiki sadə zamanda he, s qəbul etməli idi. 25-ə baxırıq. 25-də when 3-ü atırıq. Qalırıq 2, 4, 1, 4. 1 düzdür, 4 düzdür. Burada da uzlaşma yoxdur. Ona görə 1, 4 Y variantı. 226-ya baxırıq. 226-da when-dən sonra will olanı götürmürük. 2-ni atırıq. Demək, burada demək, nə baş verir? 1 düz, 3 düz, 4 düz. Burada da uzlaşma yoxdur. Ona görə 226-da olur Y. 227-yə baxırıq. 227-də when I have-ləri silirik. Uzlaşmayanı da silsək. When I was a child. Mən uşaq olanda used go nədir ki? O da səhvdir. Used go demirik. Used to go deyərdik. 227-də cavab olur B. 228. 228. As soon as-dən sonra will-ləri atırıq. Burada uzlaşmır. 228-də olur Y. 229. As soon as deyir. Digər variantlarda görək. Məsələn, yeni çıxdıq. D-də uzlaşmır, çıxdıq. Qayıtdıq geriyə. Uzlaşmır get-lə were, uzlaşmır are-la got, uzlaşmır 229 olur B. Hamısı uzlaşmadan çıxır. 230-a baxırıq. 230-da if-dən sonra D-ni çıxırıq, will atırıq. A-nı, B-ni çıxırıq. Və qalır C və Y variantları. If the boss doesn't. Bu, məsələn, olmaz. Çünki S olmalıydı, ya dazı, dus olmalıydı yanında. Ona görə cavab olur Y variantı. Üçüncü şəxsin təkində yanında nəsə olmalıydı. 231. 231-də after. After deyir. I am going to repair my workshop after I get some money. Olar. Düzdür.
A variantını götürürük. Burada will-i atırıq. Z-də də atırıq. Burada uzlaşmır bozulan get. Burada da əmizarla get kod keçmiş zamanlı kod. O da indiki zaman uzlaşmır. 232-yə baxaq. Demək, burada until var. Məsələn, 2-də have worked, indikidir, retired keçmişdi, uzlaşmır. Will götürmürük untildən sonra. Ona görə 1, 3, 232-də olur 1, 3. 233-ə baxırıq. Yenə until var. Will stay bu tərəfdə indiki sadə olar. Hər ikisi keçmiş olar. Burada uzlaşmır, have-lə stop uzlaşmır. Will-də götürmürük. Ona görə olur 1, 3. 234-ə baxırıq. 234-də as soon as var. İndiki oldu. Keçmiş oldu. As soon as-dan sonra will-i had-i atdıq. Və 5 də olar. Bir tərəf gələcək, bir dəfə indiki sadə. Will-i yenə atdıq. Oldu. 1, 2, 5.